Bizim inputlarımıza verdiğimiz bəzi əlavə atributlar da var. Onlara baxaq. Bu atributlardan biri value atributudur. Bu bizim inputumuza verdiyimiz default qiymətdir. Yəni bu nə deməkdir? Biz normalda browserdə formumuzu açdıqda hər ikisi boş olur. Ancaq biz istəyiriksə ki, form ilk açılan anda onun hər hansı bir default qiyməti olsun. Deyək ki, bura test name yazıram. Və save eləyəndə inputumuzun uzunluğu çox uzun olduğu üçün formatlayanda avtomatik sətirlərə bölünür. Və mən bunu gedib browserdə açsam, hətta refresh də versəm, bu həmişə burada başlanğıcda qalmış olur. Və mən hətta bununla register eləyəndə bu test name, bura first name adı altında formumla birlikdə submit olmuş olur. Mən bunu sonradan dəyişə bilərəm, yenə namı qoya bilərəm, yenə register eləyib onu dəyişə bilərəm. Amma gördüyünüz kimi form submit olan kimi, hətta refresh verəndə belə bu həmişə burada birinci açılan formada olur. Bu bizə hələ ki lazım deyil, ona görə bunu silirəm. Bizim required adında atributumuz var. Bu bildirir ki, bizim inputumuz istifadəçidən tələb olunur. Yəni formu submit eləmək üçün bu bizə lazımdır. Bayaq biz formu boş submit eləyə bilirdik, amma indi basanda browser bizdən belə bir tələb irəli sürür. Bu hissəni, bu inputu bizdən doldurmağımızı istəyir. Bura namı yazıram və bunu göndərə bilirəm. Last name bizdən tələb eləmir, çünki last name-də bizim required atributumuz yoxdur. Əgər biz onu götürüb bura əlavə eləsə idik, last name-i də bizdən tələb eləmiş olacaqdı. Bunlar da bizə lazım deyil, onları silirəm və bizdə bir də placeholder adında bir atribut var. Bura name deyək ki, hətta name yox, first name. Placeholder istifadəçiyə köməklik məqsədi ilə olan atributlardan biridir. Yəni inputun içində solğun şəkildə yazılır və istifadəçi bu inputun ondan nə istədiyini daha rahat bir şəkildə görə bilir. Düzdür, biz labellar vasitəsilə burada yazmışıq, amma bəzən label qoymayıb placeholder ilə də bunu göstərə bilərik və yaxud ikisini də burada qoya bilərik. Və əsasən əgər ikisi birlikdə olanda necə istifadə olunur? Deyək ki, bizdə label onsuz first name bizin istədiyini bildirir. Biz placeholder'a nümunə yaza bilərik. Deyək ki, bu şəkildə. Və istifadəçi bu nümunəyə baxıb ona uyğun inputları doldura bilər. Düzdür, first name üçün xüsusi bir nümunəyə ehtiyac yoxdur, amma bəzi input tipləri var ki, onlara müəyyən bir nümunə lazımdır. Daha sonra bizim bəzi input tiplərimiz var. Hansı ki, biz indiyə kimi text tipində olan inputlara baxdıq. Amma bizə həmişə text tipində olan input, yəni mətn tipində olan input yox, bəzən başqa tiplərdə də input lazım ola bilir. Bunlardan biri, deyək ki, istifadəçidən biz first name, last name aldıq və emailini indi istəyirik. Div yaradıram. Label. Bu bizdən email adında ID-sində olan bir inputa bağlanacaq. Ona görə for email yazdım. Və burada da email olacaq. Və input yaradıram. Bu inputda text əvəzinə email adında bizim bir type'ımız var. Bunun name'i olacaq yenə email və ID-si də email olmalıdır ki, bizim label'ımız buna qoşula bilsin. Və mən browser'a getsəm, bizdən email istəyir. Bəs bunun digərlərindən fərqi nədir? Çünki biz burada da mətn yaza bilərik, amma fərq odur ki, biz registrə basanda bizdən @ işarəsini, yəni @ simvolunu da bu adresdə daxil eləməyimizi istəyir. Bu input qutusunda. Çünki biz browser'a bildirmişik ki, bu bir email inputudur. Və @ işarəsi qoysaq və daha sonra deyir ki, @ işarəsindən sonra gələn hissəni daxil elə. gmail.com yazsam, bu submit olmuş olur. Gördüyünüz kimi burada. Amma burada problemlərdən biri odur ki, biz bura deyək ki, yəni random bir hərf yazsaq, bu yenə submit olmuş olur. Və orada onu başa düşürük ki, email tipində input əslində email type'larını yoxlamır. Real email strukturuna uyğun deyə yox. O sadəcə olaraq bir @ işarəsi axtarır və @ işarəsindən sonra gələn ən azından bir simvol axtarır. Və biz bu problemi daha çox JavaScript ilə həll edirik. Sırf istədiyimiz tipdə email
qəbul eləmək üçün və ona JavaScript mövzularında baxacağıq. Hələ ki, bunu belə saxlayaq və bizə başqa nə lazım ola bilər? Əlbəttə ki, parol, label yazıram, bu olur password üçün. Burada password yazırıq. Və input tipimiz burada password olur. Name, password, ID, bu da password. Və passwordun üstünlüyü nədir? Biz bura nəsə yazanda bu burada görsənmir. Digər text tipli inputlardan fərqli olaraq. Və biz bunu submit edikdə əslində passwordu burada görmüş oluruq. Bunun burada görsənməyi təhlükəsizlik cəhətdən yaxşı deyil, amma bunun görsənməyinin səbəbi biz burada forumda hər hansı bir metod və yaxud action qoymamışıq. Və bildirmişdik ki, action bu datanın hara gedəcəyini bildirir. Və metod adında da bir atributu var. Metod atributu isə həmin datanın belə deyək, idarə olunma strukturudur, deyə bilərik, ya da ki, idarə olunma tərzidir. Bu nə deməkdir? Bizdə default olaraq heç nə yazmayanda bu get metodu olur və URL-də görsənir. Amma parolları daha təhlükəsiz idarə eləmək üçün biz post metodundan istifadə edirik. Post metodu nə edir? Həmin parolu bu URL-ə əlavə eləmir. Və biz bunu register eləyəndə işarəsini daxilləməmizi istəyir. Bu bizi belə bir səhifəyə göndərmək istəyir, amma belə bir səhifə mövcud olmadığı üçün xəta ilə qarşılaşırıq. Bunun səbəbi nədir? Biz burada action'da hər hansı bir başqa bir HTML səhifəsi və yaxud da hər hansı bir backend serverinə qoşmamışıq. Və bu bizə onsuz da indiki anda lazım deyil. Ona görə bunları silirəm. Və URL-də bizim parolumuzun görsənməyi bu dəqiqə bir problem də deyil əslində. Çünki biz onsuz da bunu test məqsədi ilə edirik. Daha sonra bizim hansı input tiplərimiz var? Bunlardan biri checkbox-dır. Deyək ki, biz istifadəçinin bizim səhifəmizə abunə olub olmadığını təsdiqləməyini istəyirik. Label yazıram və bura subscribe yazıram. Bu da subscribe olsun. Niyə subscribe? Çünki bizim bu daxil edəcəyimiz input tipi istifadəçinin abunə olub olmamaq istədiyini soruşur ona görə. Və bunun type-ını checkbox qoyuram. Name-i də subscribe. ID-si də subscribe olsun. Və bu necə görsənir burada? Bu şəkildə. Subscribe-ə basdıqda və yaxud elə bu qutunun özünə basdıqda biz bunu seçib daha sonra seçimi ləğv edə bilirik. Və bunu seçdikdə e-mail-ə də nəsə yazmalıyıq ki, biz bunu göndərə bilək. Subscribe on yazılır. Yəni biz həmin o xananı doldurmuşuq. Amma heç nə olmasaydı bu burada ümumiyyətlə olmayacaqdı. Yəni bu ancaq işarələndikdə data olaraq göndərilir və qiyməti də 10 olur. Bir dəfə də buna yoxlayaq. Gördüyünüz kimi subscribe on yazılır. Yox, əgər bu işarələnməyibsə, artıq burada ümumiyyətlə həmin checkbox-la bağlı bir məlumat olmur. Başqa biz bir də radio butonlar qoya bilərik. Deyək ki, istifadəçidən cinsini seçməyini istəyirik, kişi və ya qadın. Mən bura label bu mail ID-sində olan bir radio butona aid olsun. Burada mail yazıram. Və input type-ımız da radio, burada mail və mail. Bunun valuesunu yazmalıyıq. Name burada mail yox, əslində gender olmalıdır. Mən səhv yazdım. Və bizim gördüyünüz kimi digərlərində hər birinin name'i özünə xas idi. Yəni password, first name, last name və s. Amma bizim radio butonlarımız və bu arada radio buton necə görsənir ona da baxaq. Bu şəkildə bizim seçdiyimiz dairələrdir və bizim bir neçə dənə seçimimiz olur və bunlardan birini seçirik. Amma digərlərinə fərqi odur ki, burada məsəl üçün checkbox-da bizim bir dənə quş qoyub onu sildiyimiz bir qutucuğumuz var idi. Amma radioda elədir ki, bir neçə dənə dairə olur və onlardan birini seçirik.
Ona görə həmin dairələrdə name eyni olmalıdır ki, hər iki radio batının eyni bir qrupa aid olduğunu biz bilək. Amma bunun ID-si female olacaq və bunun da value-su female olacaq. Biraz əvvəl text inputunda göstərdiyimiz əslində value-dur bu. Bildiyiniz kimi inputları biz özümüz əllə doldururuq, amma radio batınlarda value əslində qabaqcadan yazılmış olmalıdır. Çünki onsuz da biz qiymətlərini əvvəlcədən bilirik. Yəni bilirik ki, bu həmişə male olacaq, bu da həmişə female olacaq. Ona görə bunu value olaraq bura əlavə elədik və bu label-da kopyalayıb bunun yanına qoyuram və bunu da female edirəm. Deyək ki, email yazdı. Email hər dəfə yazmağımın səbəbi odur ki, bu emaili xüsusi olaraq ət işarəsini yoxladığı üçün bizə submit eləməyə qoymur. Subscribe-ı deyək ki, basıram, mail eləyirəm və register eləyəndə gender-də mail olaraq gəlir. Mən bunu female eləsəm, yenə email qoyuram bura. Bu səfər də female olaraq gəlmiş olur. Və bu da bizim radio batınların istifadə yoludur.